Bakıda gizli drift yeri. İzlememiş like'ımızı ataq. Aynen. 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 Aynen abi. Aynen abi. Aynen. 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 Yorumları bağlamısınız. Qopartdıq bəy. Bir də bu qədər bir var yox etiket zərərinizədir. Xəbəriniz olsun. Bir şey diyeceğim burada hemşe burada hemşe qopartdıq yazırdı. Məncə xoş izləmələr yazırdı. Sonraymış. Avtobusda yer verdiğimden aşkım. İmkan vermeyeceğiyle pensiyalı kaldıracaklar 70 yaşa hakikaten. Valla yayma yay olar ya bu. Necə bağlamışam, əl vurmamışam, heç nəyə baxmır. Bax. Cavan diye bu arada 40 falan mı? Bir bacı bir kardeş, iki bacı iki kardeş. Şey görmüşsünüz, kızlar paylaşırlar. Metroda öpüşmemek için özümü zorla tuturam. Üzbəüz yanımda kızlar rəfiqədirlər. He never talks about his past. It doesn't interest him. Bütün kararlarıma karışan anamı başka birine uşaqları sıxma, işin yoxdur, öz həyatlarıdır deyə məsləhət verərkən görəndim. Tim sifəti çox pis idi. Bizdə iki qardaş bir bacıdır, üçüncü haldır. İki qardaş bir bacıda. Sən boksyorsan axı elə bir şey var. Həmin sevgilim mənə məktubla yazdıqlarına baxın. Axırda imzasını at. Axırdakı şey də burası yaşayıram hələ. Bu olanları qoymadı ki Malta 3-cü topu vursun. Olsun. Son vaxtları izləmirəm. Bir şey deyəməm. Ama yenə bu. Bu animasiya bitmədi, həkim xətti. Sevgilim yazmışdı. İzləyelim mi siz? Buyur. Azerseli çəkirdi, hashtag reklam deyil. Pargovudakıdır ha bu. Salam kardeşim. Ne var ne yok. Salamatçılıqdır. Ne satırız kardeşim? Allah ne Azerseli başka bir şey diyorsun. Yaxşıdır. Azerseli. Bir dəqiqə. Olar kardeşim. One Love. One Love. Bilmiyorum. Azerseli. Şokolad Salam Azerseli. kardeşim. Ne var ne yok. Biz de bir yavru olduk. Salamatçılıqdır. Ne satırız kardeşim? Ben Esila. Hoş gelmişsən. Follow görə təşəkkürlər. Bir dəqiqə sonra yaza biləcəksiniz. Yaxşıdır. Mən də mizah anlamı Kardeşim kilosu ne içerim həlimlə He? Qabına. Ne kadar bunun qabı bəs? Ne kadardır bunun qabı? 5 manat. Şokoladda olur bunlar. Eləyəyən olmuyor. Doldursam olar bura qədər, qardaşım. Nasıl ya? Gramajlandır. Neçə gram olur bura? 60 gram. o niyə elədi ki, məsələn, niyə icazə verdi ki, o eləsin? İşçi eləməli deyil.
Açıqda da hə, böyük ehtimal işığı görür. Buyursan qardaş. Sağ ol. Yaxşıdır qardaşım, tatlıdır. Bir də çay da ver də zəhmət olmasa. Düşdü oğlum. Al olsun kardeş. Olar. Sağ ol bro. Olar kardeş. Buyur. Video sonrası yoxdur. Adil Bey! Adil Bey! Adil Bey! Şaban. Merhabalar, merhabalar. Hoş geldiniz. Uşaqlar, mən qorxu kitabları satmıyorum. Ümumiyyətlə, bir kitabı oxuyub nətər qorxursunuz? Bax, qorxu kitabları satmıyorum. Ümumiyyətlə, bir kitabı oxuyub nətər qorxursunuz? Korkmak zor idi. Veya Özür Bayağıdan videoda sesin alakasını aktarım. dan video ile sesin elagesini aktarıram. Grandeur 2023-cü il Black Edition panoramik Bilet ediş. tavan açarsız. Daxil olma, Black Edition yok, Bilet Edition. qara rəngdə salon, sensorlu klimat kontrol 360 kamera, ambiyans işıqlar, Kamera hanı. Maşallah maşında deyilenlerden hiç de yok. Allah maşında değilenlerden hiç ne yok. Skor sardı da la. head-up display, elektron pribor, Skor çıkardı be yerinden yesen. elektron oturacaqlar, diz Gagam neçiye başa gelir bele salon. dəstəyi və masaj funksiyaları mövcuddur. Açarla iləri və Masaj geri funksiyaları. hərəkət etdirmə, digital Esil dosta kardeşe gismet olası maşındı. kart açarımız, çərçivəsi Lomuş 2 dəfə gösterdi bu arada. Yani avadanlıq çatmayıb orada biraz pis olub. Məktəbə qələm qabı apardığımız vaxtlar. Kaşlıq da yəni qələm qabı. Var məndə. Bax, məndə belə bir şey var. Ama bu rəngdir ya, bu başqa, bu flamasterdir. 100 ildir qalıb burada. Sonra belə bir şey var. İşlətməmişəm. Şu belə bir şey var. Neydi bu? Ha, bu tərəzi söhbəti. Daşlar. Çumri. Bu məktəbə bir dəfə, iki dəfə aparmışam. Belə bir şey. Uf, toz içində deyə görürsünüz. Daşlardı bu. Ağırlıq tərəziyə qoyurlar. Bilməyənlər üçün. Şüşəsi falan da var. Buradan niyə çıxdı bilmirəm. Heç bir fikrim yoxdur. Aşağıda sirkul var. Niyə bunları açdım hemen? Kaşokum yokmuş hep orada. Götürüblər deyəsən. Duyan? Aa, Benten sevirdim şu anda. Burada saat de var. Ay. Ha, de var kaşokum. Aga be. Benten. Kaşokum da Benten'miş. Omnitis bakın. Ben ne kadar renklenmiş olsam da üstüne böyle bir şeyim de var. Olmayanlar çatlasın falan deyirəm də. Böyle bir şey de var. Bu qələm qabı. Bu qələm qabıdır bax. Karandaşları falan qoya bilsən ya da qələmləri. Qoya bilsən belə. Hətta düz xatırlayıram da inşallah. Yox, səhv xatırlayıram deyəsən. Bu ayrılmalıydı, ayrılmadı. Sındırıp eləyərəm indi. Bu ayrılmalı diye bu arada ayrılmır. İlişib yəqin. Bax, petləsi var. Bu ayrılmalıdır belə. Ayrılmaq deyəndə yəni belə qatdalanmalıydı. Olmadı. Sonra benim böyle. Neyse. Soru ne var? Barcelona'nın sirkulu. Sirkuldur. Gösterdiğim bir şey yok ama pastı bütün. Görürsünüz.
Garmonum var. İyi yayınlar dilerim. Eyvallah. Spider-Man'im var. Niye bunları açtım bilmirəm. Hiç bir fikrim yoxdur. Burada balaca karandaşlar da gördünüz yəqin ki. 100 ildə açmıram burada izlərini. Oo, burada karandaşlar yine var. Altta da daha çok karandaşlar var. Həqiqətən də evet. Üf, 100 il qalmış şeylerin iyi gəlir. Karandaş. Garmon değil o. Nədir bəs? Benim çıxardığım əsl garmonu da göstərir. Bentenli karandaş. Bir de biridir. Benten ben əməli başı sevmişəm. Full Benten setimmiş mən. Xəbərim yox idi. Oo, Mercedes. İt günündədir də burası hər şey. Ne oldu Fira, tapa bilmədin Google'dan nədir? Rutskaya baxın bir dənə. Mən böyle bir Rutskam var. Tamam bunu yukarıda saklayayım. Ne var? Bir tane da var. Oo, bu it günə düşüb. Kartları falan var. Bu it günə düşüb ama. Böyle bir maska zırmıştım. Orada da bir şey var idi bizde. Bir şey aldırtmıştılar bize. Böyle bir maska zırmıştı. Neyse de. O billahi de geçen defa göstermiştim de. Ha. Bunu göstermişim de geçen defa. Gaga sen Piksen. O ne demeydi? Ne ben adı? Boğuldum. Atamın mənə verdiği bir xətkeş var. Böyle bir dərin içindədir. Bu fərqli bir xətkeşdir. Bilərsiniz yəqin, bəlkə biləniniz vardır. Belə bir xətkeşdir. Heç istifadə eləmədim desəm yeridir. Buradan da bir lupası var. Tam bilmirəm nədir bu. Ya o vaxtları illa ki bilirdim. Yadımdan çıxıb. Var indi yığmaq var ya. İşte vaxtınızı aldığım üçün üzr istəyirəm. Gedib Türk yerindən niyə araşdırırsan? Biz qarmon deyirik. Hə, qarmona qalanda arxada qarmonum var mənim. Yəni öyrənəcək ən son adam mənəm qarmon barəsində. Mən də məktəb vaxtı olan şeylər indi heç birinin harda olduğunu bilmirəm. Saxlamaq yaxşı şeydir xatirə olaraq. Yəni əslində bu saxlamadıqlarımdır. Falan. Ya saxladığım deyəndə ki, məsələn mən ilk hədiyyəmi saxlamışam. Parta yoldaşım mənə ilk hədiyyə vermişdi. Bu. Belə bir şeydir. Arxada da qələm yeri var. Qəşəng qız idi. O qoşanda rənglər falan yanırdı şeydə. Orada. Böyle əsgərdən biraz xatirələr zatlar var. Ya neyse.
Siz bilirsiniz də Tokyoda belə bir şey pulla qatıla bilirsən. Yəni sürücü sürürsən də yanında otursan. Amma çox wow da bir şey deyil də. Enis Kirazolda baxmışdım o vaxt. Hədiyyələr saxlaya bilirəm, amma hədiyyəni verəni saxlaya bilmirəm həyatımda. Hədiyyəsini niyə saxlayırsan bəs? Pilot servis. Azərbaycan. İyi Həsən. İlk Həsəni də o. İmtahan ərəfəsində beynimin içi uf. Mənim yoldaşımı silirlər. Korluğum bu qədəri də. Mənim yaddaşımı silirlər. Bir dəqiqə bir şey deyəcəm. Şunun tərtəmiz olmasın, bu tərtəmiz göstərir. Belə bir əksizidir. Nəysə. Mənim yaddaşımı silirlər. Bu o deməkdir ki, mən bu şedevrə yenidən birinci dəfə kimi baxacağam. Ruslan, bu nədir? Я Калигус Королек не попробовал. Это синикес настоящий. Шамкирский синикес называется. Сколько килограмм надо вам? Вас бы дай кулаңы дере домуз атылып еңе жаһаннам олана клиент капсыма. Что вам надо? Сколько надо? А köyden başına taş yaksın. Ne elledin? Matematik açtı. Mən zəhləm edən tiplər deyə bu arada bilir ki, sən onun dilini başa düşmürsən. Gəlib onun ölkəsində məskunlaşıb. Bilir ki, bunun danışdıqlarını başa düşməyəcək. Yəni, ağzından çıxanı deyir. Kəmali Günəşlinin Zvanok versiyası. Allah Elgizin bəlasını versin. Son finalında konsertdə. Kimdir bu? Hər video başlayanda başlayırlar yerimə. Fikir verirsiniz, 1 saniyə delay var. Qardaş, nə yazıb onu verəcəm. Özünüz edin. Mənə maraqlı deyil onun nə yazdığı. Mən Sabrani çəkən adamam. Sevərdi, tanımırsınız? Yox. Yəni o vaxt filmlər Azərbaycanın ən ikonik kanalı ITV-dən ironik kəsitlər. Valla bu şey değil, divanın biri uçur o tərəfə, uçur bu tərəfə. Qoyma, istərdim ki, bir ifa alaq sizdən, sonra Əjdər müəllimə suallarım olacaq. Heydər Əliyev fondu sənə versən, mükafat verər. O da 400 manat verir. Amma təqaüdü onlar vermir, təqaüdü prezident verir. Amma çox təqaüd alanlar var, xalq artistləri. 3000, 5000 alanlar var. Oktyabrın birindən artır pullar onu deyən. Əməkdar alır, siz 150 alırsınız məsələn. Xalq 150 alır, əməkdar 100. Ölkənin adını böyle yazın ha. Onu da eşitməmişsiniz, onu da. Gözəl səs, gözəl ifa. Çok. Uğurların bol olsun. Hələ sən gəncsən, istedadın daha yaxşı olacaq bilirəm. Olacaq. Ele bildim öpecek. Kimsən? Yox. Yox? İçkili olan öpürdü, o birisi çekildi. Necə yox? Böyle aparatları yoktu. Tanımasanız daha yaxşıdır. Olan qalan ətinizi də tökməyin. Elini medesine salı Baharıncı Zakuska'nın yerini değişti. Ama hakikaten iğrendim Bahar işine. Gagaş elini Pendir yüreğine ilişi. yapardı. Elini yüreğine kim yapar?
ISP bazı vaxtı hamımızın bəlkə sürənlər idik. Bizdə o şübhəlilərdən heç olmuyor. Sarı var ya ondan oldu. Bundan. Bir de diyesen bundan olmuştu. Bunu seçemem. Sıçamam. Buna da seçemem. Buna da seçemem. Şey diyecekti buna hiç sıçamam. Buna da seçemem. Ama kader. Adı kaderdi. Of. Bunu da seçemem. Kader. Siz əskərdəki tualetlər görməmisiniz. Bəziləri o qədər genişdir ki, az qalır deşiyə düşəsiniz. Bəziləri də o qədər sıxdır ki. Buna seçerim. Qrupdur da. Buna seçemem. Fontan vurur yalaş adamı. Buna da seçemem. Neden? Seçemem. Tamam ama neden? Seçemem. İple bağlamış. Seçemem. Hər natı deyəsən o verdireydi orada. Seçemem. Ama neden? Seçemem. Ama neden? Seçemem. Tamam. Bitti. Seçerim. Stör. Buna seçemem. Tamam. Bunu seçemem. Tamam. Bunu seçemem. Oha! Bu nədir? Bunu seçemem. Bunu seçerim. Öğrenme birlikte seçerim. Bunu seçemem. Neden? Seçemem. Tamam ama neden? Seçemem. Neden? Seçemem. Seçemem. Ama neden? Seçemem dedim sana. Seçerim. Allah'ım. Gider misin? Video niye 35 dakika değil falan. Bilindi. O. Buna? Elimiz yandı. Hadi. Seçemem. Neden? Seçemem. Tamam. Buna? Bitti. Seçerim. Então, hoje é o primeiro. Aga be Neymar. Keşke bir oturuşta 1 milyonu uduzmasaydın. Canlı yayımda. Yaşlar 1.60. Ya var hele dostum. Həqiqətən var. İdi. Bütün yeməkləri dadlı edən yeganə şey. Reklam deyil. Zero. Zero dadlı değil. Gedin su için ondan mərifətlidir. Zero yani. Zero. Güç yapayım. Klasik. Burada şey var ya, Almanya kolası getiriblər bir dənə mağazaya. Bilmədim yaxlayım yaxsayaq. 3 manat idi deyəsən, balaca 300-lüyü. Telefon 1876-cı ildə icad olunub. 75-ci ildə insanlar. Ayda o tərəfə getməliydim. Nəysə. Haçan oynayırlar? Haçan başlayır bu futbollar?
Ruslan marojdan dişlədi. Dondu. Bak donur bu donur bu. Mənzərəyə baxaraq ölmək istəyir. Ha biz buradaydıq. Bundan da uzağa gedərdi də qaqaş çəkməyə. Hamısını görmüşəm. Mən bunu görməmişəm. O yaşıl bayaqki qəşəng idi. Özü bu ikisi eynən babeləncə yan bayan, ikisinin də rəngi iki rəngli zor idi. Biz orada biziz kimi görmüşük. Seni gördüm, seni sevdim. Valavızı dağıdım belə. Bazen içimden geldiyse tam bölüm Tam yeri aradı. ocağıma bir parça keks. Yaxşı da zibini çıxartmayıq. Bu maşına mindi deyəsən. Hə, bu maşına mindi, düşdü. Bir şəkil çəkdi, düşdü. Aygün deyildi oxuyan. Mən niyə heç kim zarafatlarımı anlamır. Zarafatlarım. Firan zarafatı gəri hazır olun. Yatarkən düşən yorğanı götürməyə çabalayarkən yorğanın ağırlığı. Belə bir oyun var bu arada bilmirsinizsə. Pushing Together idi, neydi belə bir şeydi. Hə. Bunu aldıq. 4 nəfərlik də oyun. 3 nəfər almışdıq. Dedik 4-cü alsın. 4-cü alacam dedi, sonra almadı. İkisi mənə dedi ki 3 nəfər girək. Dedim yox da, biz alacaq. Biz də bilmirik də almayacağını. Bunlar da getdilər 2 nəfər girdilər. Mən dedim ki 2 nəfər girsəz maraqsız olacaq. Girdilər maraqsız oldu həqiqətən də. Çox maz idi çünki 4 nəfər lazımdı ora. Bəlkə 3 nəfər idarə eləyər, amma bəlkə. Sonra 4-cü bizə dedi ki, bəs mən almaq istəmirəm falan filan. Bu ikisi də qaytardı oyunu, bir tane məndə qalıb. Heç də girməmişəm oyuna. Bir illusion. Olanların sağ cibi. Sol cibi. Telefon düz, açar. Başka neydi açardan? Ben kaşok işletmiyorum. Televizör. Sen saydık. Bu mizahları kime deyir? Sen saydıklarını say. Evde yalnız uşaq var. Beynim başka bir şey verdi mənə oxumağa. Başka bir söz oxudum mən. Sen saydıklarından evde yalnız uşaq var. Evde yalnız uşak var. Oğlum için Türk liseyine aparmağa azuqe hazırlayıram. O çok Azuqe. sevdiğine göre Sözdən belə lüks il gəlir. kruvasanı kesirəm. Arasına ince bir pendir təbəqəsi çəkirəm. Qara ikra və Təbəqə. qızıl balıq Bu nədir? Bu videodan niyə pul iyi gəlir? bir dilim Her seher durup ikra yemesem ite dönürəm. qoyuram. Sonra xiyar, avokado doğrayıram. O çox sevir belə yeməkləri və tek Beni evladlığa götürebilen Niyə Rozan səsi gəlir elə bir? siz zahmet olmasa. istifadə edərək qablara qoyuram.
Foodpacking sağ olsun. Səhər tezdən oyanıb saat 5-dən ona bilinçik Uşağı mektebe yok sefere yola salır ele bil. pişirmişəm. Pendir və ikra ilə 40 kilo olan diyor orada. hazırladıkları tek istifadəli bu şirin Ben bildiğim iki cür bilinçik var. Etli, pendirli. Pendirləri ancaq toydan toya görürəm. Ətliləri evdə bişirirlər, düzəldirlər düzdür, amma toydakı kimi olmur. Heç yemədim. qablara qoyuram və Bir denede Nol 5 al koy yanına boğazı kurumasın. oğlum acı qalmır. Bunlar da hazır. İndi isə iki tərəfli qaba dünəndən hazırladım. Evinize it bir şey lazım değil. Kəsmikli və ətli bilinçikləri qoyuram. Bir tərəfinə isə suşini qoyuram. What da yəni. Məncə Qəbələ gedəcək. Oha Şəmkir. Mən Şəmkiri demişdim hə udacaq. Şəmkir ucundan qaydır ha. Sədərək nə əlaqəli? Sədərək. Sədərək rayondur. Sədərək rayonu. Hə də hə. Sədərək Bakının içində deyil. Əgər Sədərək Bakının içindədirsə və onu saymısansa Bakının 32 kənddir. Bakının içindəki rayonlar da sayılmalı deyil. Yoxsa Sədərək başqa bir yerdir, mən bildiyim deyil. Yoxsa mən bildiyim Bakıya aiddir falan. Mən bilinçikdən tort bişirirəm. Heç xoşuma gəlməz də, yəni. Var, mənim qohumum da satışını falan edir. Hətta o dərəcə, yəni. O storyaya baxıram. Mənə xitab eləmir. Bilmirəm, bəlkə bir gün dadına baxsam, bəlkə bəyənəm, bilmirəm. Amma heç inanmıram da. Naxçıvanda Sədərək rayonu var. Üzüldü sayın. Bakıda da rayonlar var. Onlar niyə sayılmır onda? Suraxanı rayonu, Sabunçu rayonu, Xəzər rayonu. Hə? Bunların cavabını kim verəcək? Yasamal rayonu, Nərmanov rayonu. Kim verəcək bunların hesabını? Mən dedim ki, duzlu olur. Əgər dünyada ədalət varsa, yumurtanın pulu niyə toyuğa verilmir? Əgər dünyada ədalət varsa, itin balası satılırsa, pulu niyə itə verilmir? Eyni şəkildə pişik, papuqay belə-belə gedər. Niyə orada bir ayrımcılıq gördüm ki, mən niyə toyuq? Nasıl toyuq yumurtlayır? Xoruz da onun atası deyil. 50'nin 50 olmalı deyil bu vəziyyətdə. Of. Kanal nə vaxtdan belə ayrımcılıq edir. Belə yaşayam mənəm. Kagaş yapardı. Məryəmə özəl çay gətiriblər. Baxın. Özü kimi çağırayım. Getdi əziyyət. Matter of fact, you should take 4B and think before you put a little skateboard P. When the pimp's in the crib, mom, drop it like it's hot. Drop it like it's hot. Drop it like it's hot. When the pigs try to get it. Rıza, hadi getir dada. Elvin İbradı demiş. Neye bakırsan? Mənim əlimdə niyə dərman icar ola? Əlimdə dərman icar.
Əsnəyəndə qulağının içində nəsə cırt edib açılır və birdən-birə eşitməz keyfiyyətin 8K ultra keyfiyyətini keçirir. Həqiqətən də belə bir şey var. Fikir versək qocalarıq, boş verin. Məryəmi qoyun küçəyə. Hələ siz əsnəyəndə çənənin buradakı bir 2 dənə şey var. Onların belə risk belə dartılmasını hiss eləmisinizsə, adam ağzı belə var. Sonra risk ayağa girən o belə kramp deyir türklər. Giz olub qalırsan da o düzəl. Bilirsən ki 1 dəqiqə içində o həll olacaq 30 saniyədə, amma düzələnə kimi adamın ayağı bir dənə şey olur. Mən çox uzananda yaşayıram. Belə oluram. O lastıması var. Tarazlığı tutub da 2 nəfərə, o biri düşməsin deyə. Sənə sümük haqqı. Mən nə dedim bəs? Açırsan ağzı, buradakı 2 dənə. Sənət də bu da. O deyil də uşaqlar. Sizə bir güclü sual verəcəm. Əminəm ki, siz buna diqqət eləməmisiniz. Bu boyda binada niyə cəmi 2 dənə kondisioner var? İndi biri qayıdıb deyəcək ki, ay ağıllı voyinkomat. Digər kondisionerlər yəqin bu tərəfdədir. Yolu axıdırlar. Düz ola bilər. Qapı iPhone 17 Pro Max. Çox şitdi. 10 saat ekran sürəm var. Azaltmalıyam. Mənim ən normal ekran sürəm. Bir şey deyəcəm, sözlərin 90% Azərbaycancadırsa, niyə ekran sürəm yazırsan? Baxın məndə nə deyim də telefon nə deyildi olduğunu yatacaq. Azərbaycanca ekran vaxtı. Üstürə bilərəm. Üstürərəm. Ekran vaxtı. Neyse də hər şey göründü də. 5 saat 48 deyəm bir dəqiqə bir daha girim. 5 saat 48 dəqiqə. Girim buradan göstərsəm də. Gördünüz də daha yəqin ki. Qaranlıq oldu hər yer, hə? Dostlar, bayaqdan 1 saatdir idman eləyirəm. Özümdə bir dənə fərqlilik hiss elədim. Elə bildim soyunacaq. Baxın. İnsan 1 saatda bu qədər dəyişə bilər. Tatıma baxın. Yenə tatım var, gözləyin. Əvvəlki vəziyyəti göstərmədin axı, nə bilək. 8 saat 45 dəqiqə. Normaldır əslində. Siz dartılma dedicək, mən bu çənə tərpənəndə sümüyü var ya, o çənənin çıxıb yerinə. Və də o da var, bu da var da. Biri belə şeydir, ilanlı. Biri də belə gəmiyə atırlar ha, belə şey atırlar ha. Odur. İstəyirsiniz yenə vlogumuzdan nə eləyək, onu yorumlara yazın. Həyətə düşüb eləməyimi istəyirsinizsə yazın yorumlara. Əslində indi də yaza bilərsiniz, indi də düşüm eləyim. Sağ olun. Neyse Vagif'e oxşatdım. Uşaqdan nə istəyib onu. Yəni mən dediyim fərqidir sizin fərq. Eliska. Ram hara girəcək? Ayağı göyərdi yetimliğin Vagif Junior. Normal insanlar. Ya bundan başqa mısın eləmişim? 1-2 videom tutduqdan sonra evdə girdiyim triplər. Ruslan kəşfəti bəlli oldu. Alaycı Ronay'ın mahnısını da koymuşsunuz. Çox adam heç Ronay'ı tanımaz belki də. Bizim ölkədə.
Ya bir dakikasına, bir saniyesine bile pişman olmam. Yine olsa Mən bunu bilmirdim Cansuyu. Uşaqlardan biri dedi ki, bir dəfə cəmisi uşaqlarla çıxdıq. Dərsdən sonra da bir yerdə getməyə başladıq. O dedi ki, Cansu içək. Bilməm neçə qəpik idi. Yadımda da deyil, inanırsınız. İçmirdim deyə, ya 30 idi, 50 idi, 20 idi, bu belə bir şeydi də. Yəni 50 də deyildi heç. Aldıq 2 dənə içdik. Heç də bəyənmədim falan. Qəşəng idi, amma pasiyan içmirdim də. Yəni maksimum toplasaz ömrümdə 3 dəfə zad içmişəm. Hə, bunu bil. Yine- Çox vaxt şeyə qoyurdular. Artıq məsələn 3 qəpik, 5 qəpik söhbətində soxuşdururdular bizi. gardımı indiririm. Bilmirəm siz bilirsiniz yoxsa yox. Bizdə o vaxt Mərdəkanda qatar var idi. Dənizə qatarla gedirdik. Qatarın içində xoruz satırdılar. O şey var Yine olsa yine gardımı indiririm. şüşəli konfetin xoruz. İşte belə bir şey, qırmızı. Dadlıydı onun dadı. Biz 1-ci sinifdə oxuyanda 11-ci siniflərin qorxunculuğu. Bizi tənəffüsdə də çölə buraxmırdılar. İlk 3 sinif, 4 sinifə qədər. 5-ci sinifdə bizi elə bil ki ahırdan buraxmısan da, yəni ancaq qaçırdıq koridorda zətdə. Azadlıq almışdıq. O da səbəbi şeydi. İlk 4 sinifdəki ibtidai sinif rəhbəri fərqli olur axı. İbtidai sinif rəhbərimiz ilk ibtidai olaraq sinif rəhbərliyi elədiyi sinif biz idik. Onları çevirirsin sen isterim. Belə bir oyunlar oynaya bilmirdim. 10-cu sinifdən zətdən sonra məndə şey oldu. Free şeylər o qədər çoxaldı ki, əlimə özüm elə bir dənə yüngül əl vurum, qan axır. Bunun bu arada professional oyunları var ya, bilirsiniz yoxsa? Yetim emin. Senin yüzünü sikeceğim. Şey kaldı. Yüzünü sikeceğim. Abi. Gel. Seni sikeceğim. Yapma öyle. Hayır. Mənim bir əmim var idi, qulaqlarım tuturdu hər dəfə şey eləyəndə salmış, tuturdu belə dartırdı, çəkirdi. Hər dəfə də şey eləyirdim, evdə pis olurdum ki, qulağımı kar edir. Şəkilləri yollar. Valla bayaqki uşağın uşaqlığı biraz sarılıq var. Biraz böyle qəhvəyi rəngə çalır. Arkadakı pamperslər. Elə bildim ki qaşındı ya uşaq. Oyna bu. Xaş yeməmək top 20 gey hərəkətlərinə daxildir. Yox, daxil deyil, xaş yemək deyil. Heç kimə mən bu yeməyi tövsiyə etmərəm. Ona görə yox, daxil deyil. Xaş yeməkdir. Sevənləri də çoxdur. Amma mən xoşlamıram.
Ağzım çox kile eləyir. Dodağına vazelin pomada yaxmaq. Ya mən biraz yavaş yeyirəm yeməyi. Bildiğin donur qalır. Top 20-yə bəli daxildir. Top 10'a. Top 10-a məncə daxil deyil, çünki bəlkə adamın dodaqlarında indi problem var, çox pis çatlayır, pis günə düşür, ona görə məncə yox, top 10-a daxil deyil. Var bu arada elə bir insanlar, oğlanlar yəni. Qızlar heç. Əlləri həm partlayır, mas çəkməli olur. Dodaqları partlayır. Pilates. Məndə amma partlasa belə şey eləmirdim. Öyrəşirdim çünki bir dəfə partlayır, iki dəfə partlayır. Biz Qusardaydıq, şaxtaydı. Küləksiz şaxta, Suxoy Maroz deyirlər ona. Bir yerdən sonra öyrəşirsən. Mən bir ildə bir-iki dəfə yeyirəm. Nə yeyirsən? Xaş? Getmək. Xaş yeyən qızlardan uzaq dur. Hay 100%, nə danışırsan sən? Dayanıyor burada. Pilates zad nədir? 100% top 1-ə qızıl namizəddir. Milyon faizdə top 3-ə girir bu. Milyon faiz. Bəlkə lap betər şeylər çıxdı Top 5 olar, hiç danışma. qabağımıza, amma Pilates tam olarak nedir? Yoga kimi bir şeydir. çox güclü top 1 namizədidir. Dönərdən soğanı çıxarıb yemək top 20'yə daxildir. Əlbəttə Daxil zat deyil. Dur tərpən bunu. daxildir. Mən işdəyəmsə, mən soğan iyini vurmaq məcburiyyətindəyəm cəmaatın üstünə. Bəs top 10'a. Ya da mənim boğazım ağrıyırsa. Biraz düşünmək lazım. Top Əgər marozu düşünürsənsə bunu düşün. ona bəli daxildir. Daxildir. Bəs top 5'ə. Top 5-ə daxil deyil, amma top 10-a 100% daxildir. Dönərdən niyə soğan çıxardasan? Amerikanodan Deyirəm də niyə soğan çıxardırsan? başqa kofe içmək top 20'yə daxildir. Daxil. Mən heç Amerikanonun nə olduğunu tam olaraq bilmirəm. Kofelerin o növlərini tam bilmirəm. Latteni bir ara öyrənmişdim. Şirin idi, neydi elə bir şey söhbət edik. Sonra yenə yadımdan çıxdı. O gəlib bir ara dadanın pastiyanın içim öyrənim. Və orada da hansını sevdiyimi də bilmirəm. Bəs top 10'a. Top 10-a da daxildir. Bəs top 5'ə. Lavandalı raftırsa top 5-ə Turşu sarımsaq yeyirsiniz. Tüfrə çıx da. rahat. Taksi çağırıb arxada oturmaq top 20 hərəkətlərinə daxildir. Mən əgər 2 nəfəriksə, yəni dostumla getmişəmsə, 2 nəfərik də qabaqda otururuq, danışa bilmirik, söhbət edə bilmirik. Amma arxada otururuq ikimiz də öz keyfimizdə danışırıq, edirik, söhbətimizi edirik. Qabaqda oturan da mazgisi çürüyür, arxada oturan da mazgisi çürüyür beləsinə halda. Nə o bundan danışa bilir rahat-rahat, belə. Bir yandan da taksi şoförü arada müdaxilə edir, girişir söhbətə, vəbşi mazgi olursan. Arxada oturanda rahat-rahat özün üçün telefonla da nə seçsən göstərirsən. Daxildir, 100% daxildir. Bəs top 10'a. Top 10-a da daxildir, bəli. Top 5'ə. Top 5-ə daxil deyil, xeyr. Oldu çox bilmiş bəy, çox sağ olun. Siz sağ olun, şad olun. Ayağı bax. Axır ki məzun oldum, xəyallarımı reallaşdırmaq vaxtıdır. Bravoya girmək üçün amma biraz o birilərdən təcrübə lazımdır. Bu arada mən veteran ola getdim ki, hərbidən təzə gəlmişəm bəs. Market işində işləməmişəm də. Oba açılanda mən əskər getmişəm. Ya açılanda deyil də bir müddət sonrasında mən o vaxt məktəbdə idim, işləməmişəm də, normal bir şeydir. Veteran olduğumu da bildirdim onlara. Götürmədilər məni işə. Açıq qapı idi. Sağ olsunlar. Yaxşı ki götürmədilər. Getdim daha yaxşı bir yerdə işlədim. Latte süddə olur. Qovursuz məni. Get. Qızlar, özüm pis hiss edirəm. Toyva gələ bilməyəcəm, oğlan. Allah şəfa versin bu arada. Yaxın biri üçün gedərsən, yaxın olmayan biri üçün niyə durum elə bir əziyyətə girim? Açıq danışaq da. Nəysə təbii. Kameranı axtarır. Neyniblər ola bu oyuna? Yayından zadla.
Sağ olsun. Suxarik eləyiblər ya. Raport tuttu lo. Vagif bilir. Sağda niye olmadı ki? Oil wins. Ha, yağ su. O dile yağlı yemeği biz. Oil wins. Bread. Bak işte her şeyi. Oil wins. Feed. O nedir? Water wins. Kanepenin Uşaq vaxtı samalyota el sallayanda bizim qaribanlıq. köşesinde sabahlıyorum. Gel yarim gel, deli seviyorum. Ahşamdan acıya koymasak yiyebilmirik. Ara sakar kıygacı. Ne yazmışdı? Akşamdan neye koyma? Koymasak yiyebilmirik. Ara sakar kıygacı. Ay kısay kısay Domestos'ta yürem ki temiz olsun. En rahatı 50 gepilik moykada yumak. samandır. Ara sakar kıygacı. Ay kısay kısay kısaman. Adına təsir zad eləyər. Getməz ya onun tamı. Hanım başında 90 derecede daha temiz olur. Biz paltar yuyana atmamış yiyebilmirik. Budur gelir iki. Abla keşke sevdiğim olsaydı da alsaydım. Canı sağ olsun abim. 1 ile 1000 arasından bir sayı tut. 5. Tamam al 5 dedin. 5 bin. Abla başta 5 dedim valla. Qoqa şey oxşuyur. Dedim Dedim valla. şey oxşamır bu 365 gün. Biraz daha açıl belə bir rəngi. Wolverine olub o. Səhər 7-də oyanmısan, dərs yox, dərd yox və televizorda vomit film gedir və sən o gün ona baxa bilmirsən. 100% yarıda səni hansısa bir səbəbdən duruzurlar. Onunla kəsərlər ki, o götürmək üçün də yox. Tomat qaldı ağac o heç. Bu ehtimal başqa bir tort vardı amma PlayStation 5. Uşaq qudurdu все. Get what? Get su. Lifa. Aş. Kaç kaç kaç. Kaç. Baykamat. Baykamat. Bankomat geldi. Özür videosuydu o. Çox qəşəng editdi. Edit çox qəşəngdir. Öyle bildim milçeydi uçur sen de bakın.
Reklamı da bastılar. Yok daha neler. Mən doğulmadan əvvəl ata tərəfimin varlığı. Hey. Bayaqki yerdə sizə bunu göstərdim. Bunu bilirsiniz? Puzzle. Burada böyle bir Spider-Man de var. Aa, bunu açmamışım. Bunu alıp giveaway kimese verek. Of, kuyruk üstünde gitti. Ayağını oraya koy bana. Nasıl yalan? Ve tam bura bırakmıştı o birisi videodaki qaqaş. Targov'da biz de böyle bir şey gördü ya. Hatem'e dedim ki get partlat gel. Başa düşmedi dedim. Koparttığım videosuna bakmamısan sen. Bilmedi yerini. Yattan çıxardım. İbtidai sinifdə müəllimdən bunları almaq üçün uşaqlarla dalaşdığımız vaxtlar. Görmüşüm. Görmüşəm, yox görmüşəm. Görmüşəm satışda qırmızını, bu qırmızını 100%. Tosun belə, amma almamışım. Əslən Amerika vətəndaşı olan Erlin Halanzadə, mən Dediyim kimi bizim ibtidai sinif rəhbərimiz biraz təcrübəsiz idi. Yaş gəldi də yenə hekayələrdən. Əslən Amerika vətəndaşı olan Erlin Halanzadə, mən Sobraniye çəkən adamam deyib, necə Real Madridin təklifini rədd elədi. Uşaq yaşlarından topa meyilli olan bu şəxs həmişə dərsdən sonra dostlarınla futbol oynayardı. Bəzən ayıq sürücü işləsə də heç vaxt ümidini itirmədi. Tez bir zamanda Beşiktaş, sonra isə Real Madridin acığına Barcelonaya transfer olur. Burada Erlinə demək istəyirik ki, siqaretini dəyiş. Operat Özbəklər tutub ha səni Ruslan. Ehtiyatda ol. Yezdələri zad olmayacaq. Bildiğin qaqaş oynayıb X-Nolik. Kim udub axırda? Of, X udub. Eğer geçinde araba koymuşlar, ben ne yapacağım şimdi? İzle. İzle bak. İzle. İzle bak. Evet, bu şekilde giriyorsunuz. Baba arabaya yabancı biri geliyor. Bu şekilde geçiyorsunuz arabanın içinden. Yortaram ya orada o adamı. Bu arada. Ya o maşında uşağın olduğu halda böyle bir şey edilsə uşağıma qarşı da, yəni yortaram onu. Hələ xanım falan demirəm ha. Sən birinin şəxsi mülkünə zərər vermiş kimi bir şeysən orada. Daxil olma icazəsiz falan. O sən necə? Oğru kimi bir şeysən də yəni. Bu oyunu oynayasan ya dostlarından haçansa da indi çox xoşuma gəlməz təbii ki. Amma belə iyrənclik olmasın da. Adam balası kimi. Ağzından çıxardacaq deyəsən. Kolanı açtı, indi başqası içəcək. Pepsi də ama. Komde of. Bu kadar şu ikinci not değil. Ben dalaşmadım. Bu arada bunların oyunu zor olub ha. Daha necə deyirlər? Seri. Sürətli.
Ha, bu iğrenç değil işte. Bu belli ki bu videonun sahibi budur. Ağızdan heç iğrenmir. Axıcı bəli. İtin də heç vezinə deyil, gəzir özüsən arxada. Editi çox qəşəng ediblər. Yetim içe bilmir. Kuruyup boğazı. Video neçə saat izledik? Koparttı ya. O Qaqaş bir ikinci dəfədir ya da üçüncü dəfədir başqasının yeməyini yardan götürür yiyir. Bitmiyor video. Nasıl qəşəng. Masada bitənə kimi davam edirlər də. Hardcore ediblər. Tirkeflik. Ay böyle şeyi çektirmek bunlar. Yok amına. Onu söyleyemiyoruz maalesef. Başka videonun konusu. Ne yiyeceğim ama? Göz kremi. Yiyeceğleri. Bravo süpermarket Kamazok da şəbəkəsinin Xətai Orada idib bir dəfə enerji içkisi alaram başıma gələnlər. də yerləşən hipermarketindən və bu filialdan Nəcəfqulu Rəfiyev küçəsində yerləşən filialına girdilər. Həqiqətən də enerji içkisi 16 yaşlı yeniyetməyə satılıb. Qəbzi də burada. Mənim dayım oğlu siqaret çəkir. Təbii ki, tövsiyə eləmirəm heç kəsə. Mən özüm də çəkmirəm. Bunun üçün nə qədər də danışmışıq bu barədə. Yaşı da 19 olduğu vaxtları deyirəm ha sizə. Əskərdən təzə gəlib. Prosta çox arıq idi. Biraz da belə biraz ama ya. Biraz belə uşağa oxşur amma bir dancı. İndi də çox bir şey dəyişməyib bu arada. 22 yaşı falan var. O girir Bravo Yazadakı siqaret alsın vermirlər deyirlər. Pasport göstər. Mənə deyirdi ki, səninlə olanda amma soruşmuram. Məndə saqqal zad var idi də, indiki kimi. Yanırdım yanında. Amma bildiyin yaşı zadı çox idi də. Yəni. Sinifdə hamının ruskasını fırladan o uşaq. Hamının ruskasını fırladır, amma heç nə də yazmır. Bu Maşa və Ayda da, hə? Maşa və Medved. Bizdə də qızın 16 yaşı var, Red Bull içir. Deyən nömrələrin alıb yığıb tökəcəm bunları başına. İşverəndir. Uzaq durun Firədən. Dedim, nə sizə xaş yanqız. Знаешь, а вот над ней не хочется смеяться.
Ağzından çıxartmaq istəyirdi. Oğlum bu böyle yenilmez yenilmez. Bu kaşıkla yenilir kaşıkla. Küstü uşaq. Tamam gel. Tamam gel. Özür dilerim. Gel özür dilerim gel. Tamam gel. Niye her şeye ağlıyorsun? He? Oğlum trip atma. Tamam. Gel tamam. Bax, qaşığı alırsan, bir dənə batırırsan, verirsən. Yeyir, deyirsən, sən ye. Hər ikincini batırır, özü yeyir. Amma qədərində başa salmalısan hər şeyi. Bəzilərini də özünə elətdirməlisən. Ki, qoy özü öyrənsin, özü eləsin. Bəzi şeylərə başa salmaqdan əlavə öyrətmək lazımdır. Ki, özü eləsin. Mən eləyirəm, qohumlarımla, məsələn, toya falan gedəndə olur da, məsələn, piyli qoyublar əti. Deyir, mən bu əti yeyə bilməyəcəm kartofla da. Deyirəm ona, bax, götür vilkanı, tut ətin tərəfindən, o birisi vilka ilə də öz vilkamı laf verir ona. Problem deyil, yeməmişəm də hələ işinə. Deyirəm, ona ayır bu ikisini də, biz kes belə ilə, belə, başa salıram. Bıçaq olmur bəzən də, olur elə şeylər. Tamam gel özür dilerim gel. Gel tamam. Həyatdır, öyrənməlisiniz ki, sabah sizin qarşınıza çıxanda siz də uşaqlara qarşı düzgün nümunə ola biləsiniz. O uşaq da sizdən görəcək, öyrənəcək hətta. Yoxsa yəni hər dəfə sənin üçün mən kəsim. Bir şeydən sonra o uşaq tək qalanda bəs necə dayanacaq öz ayağının üstündə də, yəni. Uşaq deyə başa düşürəm, amma bir yerdən başlamaq lazımdır. Biraz bərk boş. Tamam gel. Vallahi özür dilerim gel. Oğlum vallahi sana bir şey demedim. Tamam kuru yemin. Hele gel. Gel babaya. Babaya gel. Niye ağlıyor? Tamam gel. Gel baba. Qonaq uşaqlarına ağladandan sonra güldürmək üçün çabam. Şey oldu, başınıza gəlib heç belə bir şey. Məsələn, uşaqsınız, amma biraz böyüksüz də digər uşaqlardan. Qonaq getmisiniz, məsələn, hamı yığışıb içəridə bir söhbətlər falandan filan da. Mən elçilikdə olub bu mənim dediyim. Elçi gedilib. Mən də içəridəyəm. Elə bir şey, onların olduğu otaqda deyiləm, başqa bir otaqdayam. Amma görürəm də oranı. Onlar da məni görürlər. Otaqdakı uşaqlardan biri balaca qız idi, oğlan idi. Belə 3-4 nəfər var idi. Döndülər, qazanları düşürtdülər. Dammadurum səs gəldi də bildiyin. Hamı belə döndü. Bizimkilər mənə bir baxdı, belə baxdı da. Mənim də var 10 yaşım, 11 yaşım, 13 yaşım belə bir şeyəm də, yəni. O birilərinin var 7 yaşı, 8 yaşı. Hamı mənə baxdı. Bir paz yedim orada. Gel dondurmaya gel. Uşaq idi siz. Yox, mən getmişdim. Gel dondurmaya. Lazımı deyirəm uşaq ikən. Tamam oğlum tamam. Kızım onu bırak. Tamam oğlum tamam. Tamam al sana. Al. Onun qaşığı ilə eləmək lazımdır və edəndə də göstərmək Niye her şeye lazımdır. ağlıyorsun oğlum? Tamam. O da geç onu da yemiş. Tamam. Al. Oo, gel. So, tüpürdü onu. Au! Kuro gel ben sana ne yapmışım? Gel dondurma ye. Satsa gedir. Danışıram, amma uşaq olanda təbii ki də daha yaxşı başa düşəcəyik. Danışmalısandır da. Orada zor yoldan yox, zol yoldan yazmışsınız. Sən onu düzəltdik. It's okay. Babası çıxdı at onu. Bu qız bildiğin 50 kürək bir gələcək gözləyir. Bax, erkən böyüdülən uşaq. Tez gördünüz. Hekayə danışırdım mən burada. Bax, söy, götdüd dərisi.
Oo. Sifətə bax. Ola bu yat planetlidir bu uşaq. Buna gözün qarasıdır. Bu boyda gözün qarası olar. Vampir olub. O birisi de onu yalayır. Dili qaraydı ya. Bir var saxlanması uşaq, bir də var qapıya qoyulası uşaq. Adam uşağı heç qapıya qoyar. Heç tanırsan. Надо ему еще маленького. Qara olur da zaten dilləri. Mən qaranı deyəsən meymunda görmüşdüm. Qarili neydi? Qarilla. Aha bayquş. Qəşəngdir bayquşlar. Sevənlər olurdu. Mən deyirdim ki, bayquşun neyini sevirsə, mən də baxdım. Mənə də bir maraqlı gəldi. Gözümüz adımı çıxartmasa. Harry Potter'dakı. Hə. Neydi onun adı? Mən bir dənə bu xəssiyyətimdən özümün də heç xoşum gəlmir. 100 dəfə bir dənə mahnıya qulaq asım, sözlərini deyirlər ki, nə də onun sözləri, baxacam mal kimi sifətinə. Ya da Harry Potter məsələn 8 dəfə 8 dənə bölümdür, 8 dəfə hər bölümünü oturub izləmişəm, yəni 8 dəfə bitirmişəm. Birincini amma bir 500 dəfə bəlkə baxmışam. Hər yağışda ya da hər hamburger yeyəndə baxıram demək olar ki. Yadımdan çıxıb. Buradan bura bayquşun adını yadımda deyil. Gəlir özümdə də yalnız. Məntiqi səhv başa düşüb o qaqaş. Ha, bunu bilirəm. Yoxa bax. Ağzından aldı. Kulağı partladı deyəsən. Şeydə gedir atasının yanına ki, bəs kulağıma əzilib falan. Necə oldu bu? Çıxardı videonu göstərdilər. Sırlarlar gülməkdə. Uşaq orada ölür də. Belə Bayquşlar ən sakit olur. Ayşə. Belə çıxır ki, bizim canlı yayınınız bazılarının rahatsız edici bulabileceği konular içerdiği için kısıtlandı. Nedeni beden teşhiri ve müstehcen davranışlar. Lütfüdür uşaq ona göre. Uşaqdır yalayı. Of. Belə çıxır ki, mən bizim evin itiyəm neçə ildir. Cəmaatın iti zibil atır. Ana oğlu. Ki mən bizim evin itiyəm neçə ildir. Gedim kardeşime videonu gösterim. İtime gösterdim videonu değirsünü intelekti. Şerifsin bey göstermeli deyir də. Mən attığını görmədim axı. Olsun bizde de mən atıram. Neçə illerde itten fergimin olmadığını anladım sağ olun. Bir de yolun qırağına yığmışdılar klokları, oraya atırmış. Cəmaat da söz yazı it atır alıb. Şey yazırlardı orada. Ay it oğlu it bunu atma ama itti. Bizim evde de bu itten lazımdı. Sipin üstünde kırgın düşür.
Boşalmaq olmaz. Bir şey diyeceğim. Maskotları var ki bunların. Bu maskotu da döyüb elədilər. Mini futboldakı millinin maskotudur da. Qarabağda bir dənə maskot var idi, daha 70 nələr eləmişdilər. Bu cür düşük hərəkət yoxdur da ya. Bir maskotdan nə istəyirsən? Так что Карабах это Азербайджан. Onlara yəni cərimə yox. İmin o maskotun video olaraq o adamlar gedib videoda maskotdan üzr istəməli idilər. Başlarını da aşağı eləməli idilər yəni. Tonat gəlir ailəsinə çörək aparmağa indi bu variantdan aparır. Padlosu yox, bir şey yox. Sən ona niyə elə bir hərəkət edirsən? Ay şərəfsiz. И Kommentdə hər hansı erməni görəndə Azərbaycanlılar. восклицательный знак. Aura yağır da. Yağır prosta mən şərəfsiz sözünü çox səhv bir yerdə işlətdim. Allah xırmızı xeyir eləsin. Bir də bu YouTube-a atılacaq. Bir yerdə gedərik. Kəsərsən. Ya niye kesin? Uşaqdılar be. Hər səfərində canımlar. Aşk bana. Şey. 5 saate izlediğimiz videolardan biri. Bismillah, qorxdum. Elə bildim aparırlar məni.